Baxaq üçüncü məsələmizə. Üçüncü məsələmizdə nə deyir? Kater məsələsidir. Kater məsələsində deyir ki, kater çayın axını ilə sürəti 26 km/saatdır. Əgər katerin çayın axını ilə sürəti 26 km/saatdırsa, çayın axını ilə kater hərəkət eləyəndə çay katerə kömək eləmiş olur. Nə qədər kömək eləmiş olur? Çayın sürəti qədər kömək eləmiş olur. Baxaq görək məsələnin davamında bizə nə deyir? Çayın sürəti 4 km/saat olarsa, çayın sürəti nə qədərdir? 4 km/saat. Onda mən katerin sürətini tapmaq istəsəm, V kater bərabərdir. Axınla sürətdən çayın sürətini çıxmalıyam. Yəni 26 km/saatdan 4 km/saatı çıxıram, qalır 22 km/saat. Deməli, katerin öz sürəti 22 km/saatdır. Sonra mənə nə deyir burada? Kater 3 saat axına qarşı hərəkət edib. Əgər katerin öz sürəti 22 km/saatdırsa, axına qarşı sürətini necə tapa bilərəm? V axına qarşı. Axına qarşı sürəti tapanda katerin öz sürətindən çayın sürətini çıxmalıyam. Nəyə görə? Çünki çay katerə mane olub. Nə qədər mane olub? Öz sürəti qədər, yəni çayın sürəti qədər mane olub. Burada mən katerin sürətini 22 km/saat tapmışam. Durğun sudakı sürətindən söhbət gedir. Onda çayın sürəti də əgər 4 km/saatdırsa, 22 km/saatdan 4 km/saatı çıxanda nə qalır? 18 km/saat. Deməli, katerin axına qarşı sürəti 18 km/saatdır. İndi keçək məsələnin davamında deyir ki, kater 3 saat axına qarşı və sonra 5 saat göldə. Cəmi neçə kilometr yol gedər? 3 saat axına qarşı gedibsə, onda axına qarşı getdiyi məsafəni tapmaq üçün S bərabərdir. Zamanı, yəni 3-ü vurmaq lazımdır axına qarşı sürətə. Axına qarşı sürəti nə idi? 18. Vururam 18-ə. Nə eləyir? 54 kilometr. Deməli, kater 3 saatda çayın axınına qarşı 54 kilometr yol gedib. Davamında deyir ki, 5 saatda göldə gedib. Göldəki sürət nədir bəs? Göldəki sürət elə katerin öz sürətidir. Nəyə görə? Çünki göldə heç bir axıntı falan yoxdur deyə, katerin öz sürəti nədirsə, ona nə mane olan var, nə də kömək eləyən var. Ona görə də öz sürəti ilə hərəkət eləmək olur. Katerin öz sürəti nə qədərdir? 22 km/saat. Bəs neçə saat yolda olub? 5 saat. Göldə də 5 saat hərəkət eləyib. Bax, burada verib. Onda S bərabər olur. 5-i vuracam nəyə? 22-yə. 5-i də 22-yə vuranda nə eləyir? 110 kilometr. Bizdən cəmsi nə qədər yol getdiyini soruşduğuna görə 54 ilə də 110-u toplayanda verəcək bizə neçə? 164 kilometr. Yəni cavabımız olacaq nə variantı? C variantı.